Miqya sertifikasiyaya hazırlaşan ibtidai sinif müəllimlərimiz üçün sınavımızın digər suallarının izahına başlayırıq. Deməli, başlayırıq burada 16-cı sualda artıq. Verilmiş misralar haqqında neçə fikir yanlışdır? Diqqətli olun, məntiqi, həmçinin də lazımlı öyrədici suallardır. Özündən inciyib küsən bir insan heç zaman özü ilə öyünə bilmir. Bu misralar haqqında neçə fikirdir yanlışdır? Nümunədə ədadla amonim ola bilən say işlənmişdir. Burada say kimi görünə bilən söz hansıdır? 1. Amma küsən insan birinci nöqtənin söz birləşməsini bilirik. Birinci nöqtənin söz birləşməsinin tərkibində olan bir nədir? Ədaddır. Deməli, say yox, sayla amonim ola bilən ədad işlənmişdə olmalıdır. Bu fikir səhvdir. Cümlə üzvlərindən birinin ifadə vasitəsi feili bağlama tərkibidir. Cümləni istəyirsiniz, gəlin təhlil eləyək. Özündən incib küsən bir insan heç zaman özü ilə öyünə bilmir. Öyünə bilmir xəbər. Kim? İnsan. Hansı? Özündən inciyib küsən. Nə vaxt, nə zaman? Heç zaman. Kimlə? Özü ilə. Bu da tamamlıq. Düzdür? Cümləmizi təhlil elədik. Tamamlıqlar göz alır. Hə, bir səhv idi, biri çıxmışdıq. 2. Cümlə üzvlərindən birinin ifadə vasitəsi feili bağlama tərkibidir. Baxıram ki, təyinin ifadə vasitəsi nədir? Feili sifət tərkibi. Sizi burada inciyib sözü çaşdırmasın. Bəli, feili bağlamadır. Amma özündən inciyib bu feili bağlama tərkibidir. Amma feili bağlama tərkibi ayrıca bir cümlə üzvü deyil. Yəni, təyinin ifadə vasitəsi nədir deyə sorursam, kim deyəcək ki, feili bağlama tərkibi? Təbii ki, heç vaxt. Nə olacaq? Təbii ki, deyəsiniz feili sifət tərkibi. Yəni, feili bağlama tərkibi feili sifətin tərkibində verilibdir. Ayrıca cümlə üzvü olmadığına görə bu fikirdə səhvdir. 3. Sözün quruluş hər üç növünə aid nümunə işlənibdir. Baxıram, hər zaman mürəkkəb, özündən sadə, inciyib sadə, küsən sadə, insan sadə, bir sadə, özü ilə sadə, öyünə bilmir mürəkkəb. Sizdə burada öyünmək sözün, özün öyünmək düzəltmədir. Amma burada nə var? Öyünə bilmək, mürəkkəb feil. Siz mürəkkəb feili parçalaya bilmərsiniz, yadda saxlayın. Biz bütövlükdə bunu nə götürürük? Bütövlükdə buna deyirik mürəkkəb feil. Da öyünməyi ayrıca bir cümlə özvü kimi götürmürsünüz. Yaxşımı? Ayrıca bir daha doğrusu söz kimi parçalamırsınız. Öyünə bilmək ayrıca mürəkkəb feildir. Yəni düzəltmə söz olmadığına görə 3 də səhvdir. 3-ün də üstündən xətt çəkdik. Feillərdən biri nəqli keçmiş, biri indiki zamandadır. Zaman, yəni təsriflənən feil bir dənə öyünə bilmirdi, o da indiki zamandadır. Keçmiş zamanda verilən feil yoxdur. Sizi inciyib sözünə görə çaşdırmaq istəmişik ki, burada bunu feilin keçmiş zaman kimi düşünəsiniz, feili bağlama kimi yox. Siz də bu tələyə düşmərsiniz, inanıram. Xəbərin ifadə vasitəsi indiki zamanda işlənmiş, quruluşca sadə yox, mürəkkəb feildir, öyünə bilmək. Deməli, 5-i də çıxdıq. Feili sifət özündən əvvəlki sözlərin hər birini tərkibə daxil edib, küsən sözü incibi də özündən sözünü də tərkibə daxil edib. Bəli, 6 düzdür. Neçə fikir yanlışdır? 6 dənəsindən 5-i yanlışdır. Deməli, doğru cavab variantımız olur Y variantı. Baxırıq növbəti suala. Hansı cümlədə işlənmiş feil həm quruluşuna, həm də şəklinə görə müxtəlif cür düşünmək olmur? Quruluş və şəklinə görə deyir. Gəlin, deməli, quruluş, bir də şəkil. Mən quruluş sahədən getmək istəyirəm. Görüm, quruluşuna görə müxtəlif cür düşünülə bilən feillər hələ hansılardır? Bir onları tapım, ondan sonra şəkilə baxaram da. İki işi bir arada görməyim də, tək-tək görüm. Xatırladım ki, səni burada tez-tez görürəm. Xatırladım. Xatırlamaq. Sözün kökü də müəllim, xatır olmaz, yox. Xatırladı. Şuhudi keçmiş zaman mı da şəxs sonluğu. Bax, xatırladım ki, xatırladım. Nə etdim? Bir də var, sənə xatırladım. Baxın. Bir dəqiqə gözlüyün silin bunu. Hə. Baxın, xatırlamaq, xatırlatmaq, ımda şəxs sonluğu. Düzəltmə də olur, sadə də olur. Deməli, buradakı feili iki cür düşünə bilərəm. Sadə olanda keçmiş zaman olur və feilin xəbər şəkli olur. Xatırlatmaq olanda əmr şəklində olur, düzdür? Əmr şəkli. Xəbər şəkli, əmr şəkli. Quruluşca sadə düzəltmə oldu, şəkillərdə fərqli oldu. Anı çıxdıq. Həyətində ətirli güllər bitirsə, deməli bu işdə bacarığı var. Baxın, bitir isə. Bu olur xəbər şəkli və sadə feil. Güllər özü bitirsə, nə edirsə,
Bir də var ki, həyətində ətirli gülləri bitirsə. Aha, baxın, bitməkdən bitirmək, bitirsə, şərt şəkli nə etsə. Bu da olacaq şərt. Sadə və düzəltmə oldu, xəbər və şərt şəkilləri. Getdi. Sonra D-yə baxaq. B-yi ortalığa çəkib oynadın ki, ucuzluq olsun. Oynamaq, oynadını, sən oynadın, nə etdin? Sadə, xəbər şəkli. Bir də var ki, siz çəkib oynadın. Siz çəkib oynadın. Oynamaqdan, oynatmaq, oynadın, nə edin? Bu da olacaq, deməli, əmr şəkli. Quruluşsa iki cür əmr şəkli olur. Müsahibədən də keçirsə özünü rahat hiss edər. Keçirsə nə edirsə olanda sadə xəbər şəkli, bir də var keçirsə nə etsə. Bu da olur düzəltmə. Amma nə etsəniz də başladın sözü həmişə düzəltmə olacaq. Sözün kökü başdır. Ay müəllim, başlı olmur qətiyyən. Dişlə, başla, gözlə hamısı düzəltmə sözlərdir. Baş, başla. Yəni nə etsəniz də burada lalə şəkilçisi icazə vermir ki, siz bu sözü sadə düşünə biləsiniz. Aydındır? İstəyirsən bunu D kimi götür, N-nı ayrı götür keçmiş zamanda. İstəyirsən burada T-nı leksik götür, I-nı bir götür. Yəni hamısında lalə leksik olduğuna görə söz həmişə düzəltmədir. Ona görə də bunu quruluşca müxtəlif cür düşünə bilməyəcəm. Doğru cavab variantımız olur C. Yəni quruluşuna görə müxtəlif cür düşünə bilmir C. Daha sonra növbəti suala baxaq. Deyir ki, hansı vermiş cümlə haqqında doğru fikirlərdir. Murad qoca olsa da neçə cavandan daha iti qaçırdı. Doğru fikir. Quruluşca sadə cümlədir. Sadə olan cümlələr mürəkkəb cümlədir. Bir səhvdir. Yalnız qrammatik mənaya malik sözlər fərqin diksiyasına aiddir. Burada dadə var, ədat. Burada var daha, bu da ədatdır. Deməli, fərqli nitq hissəsinə yox, eyni nitq hissəsinə ədata aiddir. Bir-biri ilə antonim ola biləcək sözlər işlənməmişdir, deyir. Həqiqətən də bir-biri ilə antonim ola biləcək sözlər yoxdur. Baxıram ki, deməli, bir səhv, iki səhv, bunu yazım yaddan çıxmasın. Hə, antonim ola biləcək sözlər yoxdur. Bax, qoca olmaq nədir? Mürəkkəb feil. Cavan nədir? Sifət. Burada ol elə sözü sizi çaşdıra bilər. Cavan sifətli, qoca olmaqda mürəkkəb feil. Antonimlər eyni nitq hissəsinə aid olmalıdır. Qoca və cavan olsaydı siz deyəndi. Amma burada qoca olmaq var. Ona görə 3 doğru fikirdir. Həqiqətən də antonim işlənməyibdir. Feillərdən biri şərt, biri xəbər şəklindədir. Olsa, qoca olsa şərt şəkli, qaçırdı xəbər şəkli, düzdür. Feillərin hər ikisi quruluşuna görə eynidir. Qoca olmaq mürəkkəb, qaçırdı sadə. Deməli, eyni deyil, fərqlidir. Say isimləşmiş sifətə aiddir. Bu cümlədə say yoxdur, neçə əvəzliyi var. Deməli, 6 səhvdir. 3, 4. O da C variantına uyğun gəlir. Növbəti suala baxırıq. Növbəti sual. Verilmiş cümlə haqqında doğru fikirləri seçin deyir. Anam üçün oxumağım vacibdir. Cümləni necə təhlil edərik biz? Hə. Cümləni necə təhlil edə bilərik? Vacibdir xəbər. Bir versiyası bu. Vacibdir xəbər. Nə? Kim üçün? Daha doğrusu nə vacibdir? Oxumağım. Kim üçün vacibdir? Anam üçün. Düzdür? Hə, ikinci versiyanı necə təhlil edə bilərik biz? İkinci təhlil sxemimiz necə ola bilər? Bir də deyirəm ki, vacibdir nə? Anam üçün oxumağım. Yəni, burada anam üçün oxumağım. Burada anam üçün oxumağım. Belə. Birində anam üçün vacib olur. Nə vacib olur? Oxumağım. Oxumağımı anam üçündən qabağa keçirin. Oxumağım anam üçün vacibdir. Kim üçün? Aidlik bildirir elə bil burada. Anama görə. Bu mənada. Bir də var ki, anam üçün oxumağım. Nə bilim, sənin üçün oxumağım. Vətən üçün oxumağım vacibdir. Aydındır? Belə. İki cür təhlil olunur. Mübtəda xəbər ya da tamamlıq mübtəda xəbər kimi. Deyir ki, mübtədası olmayan cümlə kimi düşünülə bilər. Neynəsək də ya anam üçün oxumağım bütöv mübtədadır, ya da oxumağım mübtədadır. Hər versiyada mübtəda var. Bir səhvdir. Yalnız baş sözlərdən ibarət cümlə kimi təhlil edilə bilər. Bəli, bax ikinci versiyada anam üçün oxumağımı bütöv biz mübtəda götürdük. Həmin versiyada düzdür. İkini götürürük. Verilmiş cümlə daxilində köməkçi nitq hissəsi fərqli mənalar bildirə bilər. Bir dedik
Kim üçün? Anam üçün, anama görə. Burada bir aidlik bildirir. Bir də var, anam üçün oxumağım. Burada səbəb məqsəd. Nə üçün? Kim üçün? Daha doğrusu kim üçün? Niyə oxumağım da? Bax, anam üçün oxumağım vacibdir. Nə məqsədlə? Burada bir məqsəd bildirir üçün qoşması. Səbəb məqsəd. Ona görə birində anam üçün, kim üçün anlamında olanda aidlik, digərində anam üçün oxumağım. Nə məqsədlə sualı veririk? Səbəb məqsəd bildirir. 3 düz fikirdir. Təhlil, zərflik və xəbərli. Zərflik yoxdur təhlildə. Ona görə 4-ü çıxdı. Cümlə özlərindən birinin ifadə vasitəsini ismi birləşmə hesab etmək olar. İsmi birləşmə deyil, oxumağım, anam üçün oxumağım. Fe'li birləşmədir. 5-ə çıxdıq. Mənsubi şəkilçili isimlərin hər ikisi qurulursa sadədir. Mənsubi şəkilçili zaten bir dənə isim var, o da anamdır. Oxumağım fe'ldir, isim deyil. Ona görə 6 səhv fikirdir. Doğru cavab olur 2 və 3. Sonra növbəti 20-ci suala baxırıq. Sən nə incə, nə qısa sualsan belə. Hə, Vahid Əzizin şeirlərinin vurğunu olduğum buradan bilinir. Aha, baxırıq. Qəmdən qaçan kimi dərd quyruq olur. Bəzən yad hörməti sərt buyruq olur. Torpağa qoyulan üz soyuq olur. Köhnəlib üz gedir astarım gedir. Bir-bir etibarlı dostlarım gedir. Doğrudur, yanlışdır deyir. Düzəltmə sifətlərdən birinin kökü isimlə amonimdir. Düzəltmə sifət deyir. Zaten bir dənə düzəltmə sifət var. Orada da baxaq. Burada soyuq olur bütövlükdə də. Çaşmayın o hissədə ki, soyumaqdan soyuq yaranmır. Hanı düzəltmə sifət? Etibarlı. Etibarlı sözünün də kökü amonim deyil. Deməli, bu səhv fikirdir. Təsriflənməyən feillərin hər biri tərkib əmələ gətirir. Burada köhnəlib sözü tərkib əmələ gətirməyib. Deməli, 2 də səhvdir. Əvəzlik işlənməsə də onunla amonim olan nitq hissəsi işlənmişdir. Qaçan kimi. Əvəzlik yoxdur nümunədə. Amma qaçan kimi də kimi nədir? Qoşma. Düzdür? Qoşma da qeyri-müəyyən əvəzlik, kimi əvəzliyi ilə amonimdir. Deməli, biri 3-dür düz fikrin. Sonra, təsriflənən feillərin hər birinin qurulursa növü təsriflənməyən feillərdən fərqlənir. Həqiqətən də fərqlənir. Quyruq olur, buyruq olur, soyuq olur, mürəkkəb. İndi baxaq ki, həqiqətən də fərqlənir, yoxsa yox. Mürəkkəb, gedir, gedir, gedir. Baxın, sadə. Təsriflənən feillər mürəkkəb və sadədir. Görək hər birinin qurulursa növü digərlərindən fərqlənirmi? Digərləri yəqin düzəltmə olmalı ki, fərqlənsin. Qəmdən qaçan kimi. Ala, sadə. Sonra köhnəlib düzəltmə. Torpağa qoyulan düzəltmə. İndi baxın. Burada qaçan sözü var axı. Deyir, təsriflənən feillərdən hər birinin qurulursa növü bunlardan fərqlənir. Amma görürsünüz, hər biri fərqlənmir. Axı, burada da sadə var, burada da sadə var. Deməli, bu yanlış fikirdir. Yanlış olduğuna görə götürürəm. Məsələn, qaçanla gedirin qurulursa növü eynidir. Tərz hərəkət, daha doğrusu isimlər adlıq, yönlük və çıxışlıq hallardadır. Baxaq. Qəmdən çıxışlıq, dərd adlıq, yadın hörməti, hörmət adlıq, torpağa yönlük, adlıq, yönlük, çıxışlıq, sonra astarım adlıq, dostlarım adlıq. Həqiqətən də 5 düz fikirdir, amma yanlışı götürməliyəm mən. Yanlışın altında yanlış, doğrunun altında da doğru fikirlər götürməliyik. Tərz hərəkət zərfi təsriflənməyən feilə aiddir. Bir-bir etibarlı dostlarım gedir. Etibarlı dostlarım bir-bir gedir. Zərf təsriflənənə aiddir, gedirə. Təsriflənməyənə yox. Deməli, 6-da səhv fikirdir. Doğru cavab 3, 4, 6. Bu da oldu bizim 20-ci sualımız. Yəni, cavab olur A variantı. Bu qədər, sağ olun.